Deməli, definition nə idi uşaqlar? Funksiyaları idi. Yadınıza keçən səfər dərs zamanı, dərsi izah eləyəndə mən qeyd eləmişdim ki, burada return nə idi uşaqlar? Qiymət geri qaytarmaq idi. Yəni, return'ü görəndə, return hər zaman qiyməti geriyə qaytaracaq. Deməli, burada demişdim ki, indi bir balaca yenə də məlumat verim sizlər üçün. Çünki dev sizin üçün yeni bir hissədir. Demişdim burada iki hissə olacaq. Biri var, belə deyək də, formal və faktiki parametrlər. Bunlar rahatdır. Belə deyək də, yəni biri digərinə baxın bu istiqamətdə yuxarıdan, aşağıdan yuxarıya doğru qiymətini verib hesablayırıq. Ən sonda qiymətini bu gəlib yerinə geriyə qaytaranda elə bil ki, bu da gətirib təzədən geriyə qaytarmış olur. Bu belə deyək definition'dır, funksiyadır. Qiymətləri birindən digərinə geriyə qaytarmasıdır. Return də burada onu göstərir ki, yəni burada aldığın dəyəri sonda geriyə qaytara bilərsən. Deməli, indi mən bu funksiyaya baxım. Daha sonra bu günlərim sizə lokal və qlobal dəyişimlərdən də belə deyək də, bir saniyə. Aha, yəni məlumat verəcəm. Uşaqlar, əvvəla bu proqramı işlətməmişdən əvvəl sizə bir məqamı da qeyd edeyim. Deməli, rahat proqramdır, elə də çətin proqram deyil. Baxırsınız bura. Əvvəla buradakı hər iki dəyər mənim üçün nə olacaq burada? Olacaq f, deməli, x-in yerində duracaq 5, y-in yerində duracaq 3. Baxırıq bura. Deməli, birinci, burada artıq nə oldu? K-nın dəyəri, baxın, K oldu, f 5, 3. Uşaqlar, biz 5-i 3-ün qiymətini bilmirik ki, K üçün həmin dəyər alsın. Dediyimiz kimi, həmin bu parametr geriyə qaytarılıb veriləcək. Fxy, Fxy-ə qaytarıb verəndə, x-in elə buradaca dəyəri 5, y-in dəyəri isə 3 olmuş olacaq. Artıq bunlar bizim üçün yoxdur. Gəldik bura. S hansı dəyər almış olacaq? S bərabərdir. Deməli, 5 ilə 3-ün cəmi eləyəcək 8. Tamam. Bəs yaxşı, 8-i aldıq. 8-i alandan sonra bu istiqamətdə return görür. Return 8-i götürüb geriyə qaytaracaq. Fxy-ə. Biz fxy-i nəyə bərabər eləmişdik şagirdlər? K-ya. Deməli, K-nın ən son qiyməti olacaq neçə? 8 olmuş olacaq. İndi mən proqramı da çalışdırıram. Aha. Dəyəri bizim üçün neçə verdi şagirdlər? 8 vermiş oldu. İndi şagirdlər çox diqqətlə baxırsınız. Mən bu proqramda çox ciddi yox, bir balaca dəyişiklik edəcəm və siz dəftərinizi götürürsünüz. Belə deyim, bu misalı həll edirsiniz. Buyurun, bunu siz həll edin, cavabını deyin mənim üçün. Deyin görün, biraz yavaş-yavaş çətinə doğru gedəyin artıq. Ben bunu bir de izah veya Tamam, bıraksam. əlbəttə. Tam eşitmedim. Səsim gəlmir uşaqlar, yoxsa? Gelirdi ben Tamam. kampüste problem var. Oldu, tamam. Uşaqlar, baxın, dediyim kimi bu funksiyalar sizə düşən tiplərdəndir. Məsələn, bu şeylər sizə düşəcək. İndi tam diqqətiniz burada olsun. Baxın, dedim ki, return qiyməti geriyə qaytarır. Mən də möhkəm danışacağım, çalışdım, hündürdən danışım. Dəqiqə görüm burada kompüterimdə səs falan verək, görək nəsə. Problem necə? Yo, sizde yaxşıdır ses. Bendeydi problem. Tamam, artırdım səsi də, lap yaxşı olsun. Haradadır bizim proqramımız? Buydu, dəqiqə. Buydu uşaqlar. Yox, bu deyildi məncə. Saniye, bu bayaqki qrupun idi. Dəqiqə. Deyəsən buydu. Aha, buydu. Deməli, baxırsınız bura. Return qiyməti geriyə qaytarmaq istəyir. Yəni, qaytarmaq istəyir yox. Yəni, return deyir, qiyməti aldığın dəyəri geriyə qaytar. Deməli, baxıram uşaqlar. Əvvəla gəlirsiniz bura. Dediyim kimi, formal parametr öz dəyərini faktiki parametr olaraq yerini dəyişəcək. Verəcək digərinə ki, siz gedib burada yerinə yetirə biləsiniz. Aha, bərabərdir f. Hansını alacaq? X olacaq 5, y olacaq 3. Aha, əla. Artıq bunlar bizim üçün yoxdur. Çünki yeni bir dəyər alıb qaytaracaq biz geriyə. Yəni, k üçün mən yeni dəyər alıb qaytaracağam. Aldığımız bu dəyəri geriyə qaytarırıq, veririk yuxarıya. Deməli, yuxarıya verəndə elə f 5, 3 olaraq geriyə qayıdır bura. Deməli, x olur 5, y olacaq 3. Aha, s-nin dəyərinə baxıram. S deyir bərabərdir. 5 üstə gələk. Y-in dəyəri neçədir? 3-dür. Vuracam 2-yə. Eləyəcək 6. 5 üstə gəl 6, eləyəcək 11. Uşaqlar, biz S üçün
11 dəyərini almışıq. Buranın dəyəri aldıq, düşürük aşağı. Aşağıya düşəndə return görürük. Return C. Return C 11'i alır. Bax, C nədir? C-nin dəyərini alır və geriyə, yəni fxy-ə, fxy nə idi? F53-ə geri qaytarmış olacaq. Bəs yaxşı, F53 nəyə bərabər idi? K-ya. Deməli, K-da dəyər nə olacaq uşaqlar? 11 olmuş olacaq. İndi bu hissədə kimin sualı var? Mən proqramı çalışdırmamışdım əvvəl. Desin. Aydın. İndi gələk, proqramı çalışdıraq. Mən sizin özünüzə verəcəm, yenə də sual yazacaqsınız. 11 oldu. İndi yenə də proqramda bir balaca dəyişiklik eləyim mən. Deməli, deyirəm indi, tam diqqətiniz burada olsun ki, yaza biləsiniz. X plus olsun, deməli, 2. Deməli, y bərabər, dəqiqə. Buyurun uşaqlar. Elə yazın bunu. On olur. Aha, run eləyək. Özün də gör ki, düzdür. Bəli, düzdür. Cavab olur 10. Yenə də çətin deyildi. Qiymətləri aldı, geri gətirir bura. Deməli, x-in dəyəri bir də deyirəm yenə də ki, hər dəfə mən izah edeyim ki, uşaqlar tam başa düşülsün. X baxın burada neçə olacaq? Deməli 2, 3 olacaq. Öz parametrini qaldırır yuxarıya, yəni bura verir. Burada baxırsan ki, x neçə idi? 2 idi. 2-nin üstə 2 gələcəm 4 eləyəcək. Y-in dəyəri 3 idi. 3-ün üstə 3 gələcəm 6 eləyir. Ən son deyir cəmlə eləsin 10. 10 da buranı görür, return edir geriyə. Deməli k olacaq 10. Əla. Deməli, keçirəm bir başqa tip yenə də yazmağa. Yəni, bunun üzərində bir kiçik də bir dəyişiklik eləyək ki, tam bu hissələri başa düşəsiniz. İndi yazaq, vurma ilə da birini yazaq. Deməli, 2 olsun. Proqramı bir balaca dəyişdirdim. Dəqiqə yuxarıya baxaq. İndi şagirdlər, bir bura baxın görüm. Əvvəla sizə bir istiqamət vereyim. Baxın, əvvəla bura baxacaqsınız birinci. Öncəliyiniz buranı tapmaqdır. Bax, bax bura. Buranı tapıb gətirib yerinə qoyacaqsınız. Buradakı ədədi neçədirsə. Təzədən qoyandan sonra buranı bir də tapacaqsınız. Buyurun, yazın görüm indi. Sonra mən izah edeyim. Hala axşam oxuyun. Ya 34 olur ya 38. Baxaq. 43. Mən izah edirəm yenə də. Baxırıq bura. Öncəliyimiz bu hissəni yerinə yetirməkdir. Əvvəla bura baxacaqsınız bu hissədə. Aha, baxırıq ki, bizim üçün bir dəqiqə deməli nə olur? 2 və 3. 2 və 3. Gətirirəm bura. Deməli fxy-dir. Yuxarıya baxıram ki, fxy. Burada yerinə yazaq. Deməli x-imin qiyməti neçədir? 2-dir. 2-ni 2-yə vuracam 4. Y-in qiyməti neçədir uşaqlar? 3-ü 3-ə vuracam eləyəcək 9. İndi 4 ilə 9-un cəmi eləyir neçə? 13. Deməli bu 13-ü, bax bura geri qaytaracaq. 13-ü geri qaytarır. Uşaqlar 13-ü geri qaytarır. Bax indi mən buranı elə bir ki silirəm. Bax buranı elə bir silirəm. Yerinə nə yazmalıyam? F
X vergül bura özü neçə oldu? 13 elədi də, düzdürmü? 13 elədi. Məndə əvvəldən də elə x-imin dəyəri neçə idi şagirdlər? Əvvəldən də x-in dəyəri 2 idi də. Aha. Bu 2-ni də yazıram yerinə. İndi tamam. Bunu tapdıq. Bir də mən təzədən belə qayıdıb bir daha yoxlayacağım bu dəyəri. F, yenə də 2, 3-ü yox, 13-ü yoxlayacağım. X neçə eləyəcək? İndi gəlin buranı silək. Tam biraz səliqəli olsun. Əvvəla onu yoxladıq. İndi keçib digərini yoxlayırıq. Tamam. Yenə də kim nəyə başa düşməsə, yavaş-yavaş izah edirəm ki, tam başa düşəsiniz. Deməli, baxıram. X, bu da oldu Y. X-in dəyəri 2-ni 2-yə vuranda 4 eləyir. Deməli, 13-ü də 3-ə vuranda neçə edir uşaqlar? 39 eləyir. Tamam. 4 ilə 39-un da cəmi eləyəcək. Tamam. 43. İndi uşaqlar, 43-ü bax, burada aldıq cəmini. 43 aldıq. 43 nə eləyəcək? Return. Baxın, return görür. Return burada daxildir. Return görür. Deyir, cəmini geriyə qaytar. Deməli, K bizim üçün neçə olacaq uşaqlar? 43 dəyərini almış olacaq. Deyin görün, burada kimin sualı var? Yox. Başa düşmədisə, mən bir daha bu sualı izah edeyim. Aydın. Yəni, heç bir zaman dediyim kimi, dönə-dönə həmişə deyirəm ki, heç bir zaman çəkinməyin ki, biz müəllimə məsələn, eyni sualı dedik. Sizin işiniz onu demək, mənim də işim onu yerinə yetirmək. Həqiqətən də çox xoş olur mənim üçün o başa düşmədici deyəndə və mən onu izah edəndə. Yəni, mənim üçün çox xoşdur ki, yəni şagird səhvini deyir, başa düşməyini deyir. Deməli, indi proqramı yenə diqqətli olun. Proqramda bir balaca yenə bir dəyişiklik eləyəcəm. Elə bunun üzərindəki uşaqlar, tam siz bunu, indi dediniz ki, müəllim, başa düşdük, düzdür? Demişsiniz ki, başa düşdük. İndi mən bunu dəyişirəm. Qiymətləri dəyişirəm. İndi bura Y yazacağam. Bura X qalsın. Görüm indi həqiqətən başa düşüldü ya yox. Mənə aydın olacaq indi. Buyurun. Baxaq bir dəqiqə, düzdürmü? Buyurun uşaqlar. 54. Doğrudur. Artıq deməli başa düşülüb uşaqlar, artıq başa düşülüb. Deməli indi bir başqa tip sualda yazacağam yenə. Deməli indi baxırıq. İndi uşaqlar deflərin bir dənə də bunu dəyişim. Dəqiqə bir məqamı da qeyd edeyim ki, birdən olar qarşınıza belə tip suala çıxar. Onda deməyin ki, müəllim görməmişdik bundan. Bir dəqiqə. Məsələn, burada yazıram ki, A bərabər olsun. Məsələn, 2-yə. Deyirəm B bərabər olsun 4-ə. Deyirəm onda K bərabər olsun. Bax, hərfləri dəyişəcəm. F, bilirsiniz yenə də eyni sual, sadəcə burada hərfləri dəyişəcəm ki, tam bunu da görmüş olun. A, məsələn, vergül, B yazacağında, B vergül olsun A. Şagirdlər, baxın, burada da həmin şeyləri yerinə yetirəcəksiniz. Yəni, burada deməyin ki, müəllim, burada başqa hərf, burada başqa hərf söhbəti deyil burada. Baxın, burada eyni qaydanı yerinə yetirəcəksiniz. Məsələn, F burada nə alacaq birinci? B-nin dəyərini alacaq. Daha sonra A-nın dəyərini almış olacaq. Okay. Və bunu gedib burada yerinə yetirməlisiniz. Yəni, indi artıq burada uşaqlar X olacaq 4, Y olacaq 2. Gördünüz, qiymətlər dəyişdi burada. Yəni, bu formada olacaq. İndi burada X neçə olacaq? 4, 2, 8. Y neçə olacaq? Deməli, 2 idi, 2-ni 3 vuracam 6. 8-dən 6-ın cəmi 14. Deməli, mənə return, bax, bu hissiyə neçə qaytaracaq? 14. İndi mən gətirib burada, bax, bu 14-ü yazacağam bura. Yenə yazacağam ki, F, A vergül 14. Baxın, A-nın dəyəri burada neçədir? Yazıram F, 2 və 14. Deməli, uşaqlar, indi X olacaq bu, Y olacaq bu. Gəlirəm, yenə yazıram. Baxın, F, 2 vergül 14. Deməli, indi birinci dəyər burada X-dir, ikinci dəyər də Y-dir. Elə bir ki, qiyməti geri qaytarır. Yenə də X olacaq neçə? 2. 2 vuraq.
2 eləyəcək 4. Y də olacaq, məsələn, 14 vuraq 3, bu da eləyir 4 olsun 12, 48. Belə 42. İndi tamam, return neçə eləyəcək? 46. Cavab məsələn, burada da 46 çıxmış olacaq. Eyni sual idi. Sadəcə burada hərflərdə dəyişdim uşaqlar. Yəni burada hərfləri belə görsəniz də heç zaman çaşıb qalmayın. Yəni sizin o getdiyiniz yol deməli doğrudur. Bu yolu qavramısınızsa o yolda ona aiddir. Yəni deməyim odur ki, uşağı buradakı hərflərlə buradakını yəni, çox da belə deyək də qarışdırmayın onları. O yüzdən hərfləri dəyişdim burada. İndi uşaqlar bir başqa tip suala da baxacağam indi sizlə. Deməli indi defin birini artıracağam. Yadınızda uşaqlar sizlə biz alt-alta iflərdən danışmışdıq. Necə deyək? Alt-alta iflərdən danışmışıq. İç-içə iflərdən danışmışıq. İndi alt-alta deflərdə var uşaqlar. Mən də bugün bunu da izah edeyim sizin üçün. Deyir ki, D məsələn olsun indi deməli x, y. Aha, deməli yazaq nə? Deyirəm x bərabərdir. Məsələn, x plus 5 olsun. Məsələn, və yaxud da ki, y vuraq 5 olsun. Sonra y də bərabər olsun. Deməli, fx y. Yox, yazıram. Y bərabərdir. Y plus 2. Plus 2. Sonra bunu mən izah edəcəm, sonra başqasını verəcəm, siz yazacaqsınız. Deməli, şagirdlər, bu tip suala da bir dəqiqə görək. Bir dəqiqə işlədim mən proqramı, görüm proqramda səhvlik yoxdur ki. Sonra dəyənə-dəyənə başlayayım izah eləməyə. Aha, düz. Deməli, proqramımız tamamilə doğrudur. Deməli, uşaqlar, indi gəlirəm həll eləməyə. Əvvəla baxın, bura baxırıq. Bura baxırsınız. Bu hissəyə baxanda görürəm ki, D, x, y, özü D hərfidir, D. Yazıram D, x-in yerinə 2-ni, y-in yerinə də 4-ü yazmış olacam. Deməli, uşaqlar, burada çox zaman şagird deyir ki, ay müəllim deyir, hara aparım qoy. Bir dəqiqə ona fikir vermək lazımdır. Baxırsınız, öncəliniz bura olmalıdır ki, bu hansı ilə başlayır? Baxın, bu D ilə başlayır. D ilə başlayırsa, sizin öncəliniz gəlib burada yerinə qoymaqdır. Burada yerinə qoyub yerində tapmaq lazımdır. Deməli, yerinə yazsam, nə olacaq indi? D 2,4. Deməli, indi bu x-dir, bu da y-imizdir bizim. İndi gəlib burada yerinə yetirsəm, deməli, y-i 4-dür, 5-i 4-ə vuracam, eləyəcək 20, x oldu 20, y-imiz neçədir? 4-ün üstədə gələcəm, eləyəcək 6. İndi mənim üçün deyir ki, uşaqlar, x plus y-i geri qaytar. Vəsə, deməli, neçə eləyəcək? 20 üzərinə gələcəm 6. Neçəni qaytaracaq bizə? 26-nı qaytarmış olacaq. Cavab olacaq 26. Baxın, bu funksiyada artıq cavab olur 26. Çünki məndə yalnızca soruşduğu d, x, y soruşurdu. D, x, y. Aha, bu da belə. Bu da belə. Burada kimsə problemi var uşaqlar? Başa düşüldü? Bir dəyişim proqramı. İndi dəyişirəm. Sualı dəyişirəm. Deyirəm indi y bərabərdir f. Aha, indi f-i yazıram bura ki, bəs yaxşı, biz yuxarıya nə vaxt dalacağıq? Yuxarını nə vaxt həll eləyəcəyik? İndi onu yazıram. Deməli, indi yazıram x vergül y. Bunu da mən özüm izah eləyəcəm. Sonrakini sizə verəcəm, yazacaqsınız. Deməli, baxaq proqramımıza doğrudurmu? Aha, x, y düz gedirik. Aha, əla. İndi uşaqlar, bu tip sualın da həllinə bir dənə baxın. Bayaqkında əlavə geri dönüş yox idi. Ancaq bunda əlavə geri dönüş olacaq. Baxırsınız bura, yenə də baxıram ki, D, x, y, D, x-in yerinə 2, y-in yerinə 4-ü yazıram. Mən bunu yazanda harada gətirib yoxlaya bilərəm? Hələ ki, burada yoxlaya bilərəm, bu D-nin yerində. Gətirirəm D, 2, 4-ü yazıram bura. D, 2, 4-də, deməli, birinci x-in dəyəridir, ikinci y-in dəyəridir. Baxın burada. Gətirirəm burada yerinə yazıram. Y bərabərdir, 4-ü vuracam 5-ə, eləyəcək 20.
Sonra y bərabərdir uşaqlar. F bu arada bu x deyə mən ona götürüb y yazmışam. Dəqiqə, məsələ y eləyək, x eləyək. Aha. Artıq baxırsınız. Demişdim Python'da ki, hər zaman sonuncu, ümumiyyətlə Python, alqoritm fərqi yoxdur. Hər zaman sonuncu dəyərdən işləyəcək. X-in sonuncu dəyəri 20-dir. Vergül. Y-in sonuncu dəyəri, yəni y bizim üçün neçə idi? 4 olduğu kimi qalır. Amma burada yalnız x öz qiymətini dəyişdi. Şagirdlər, indi burada mən nə aldım? Deyir ki, burada dayanıram. Sonra return-ə düşəndə deyir ki, get x-in y-i cəmlə. Deyirsən ki, ay müəllim, mən x-ə 20 tapdım. Axı y f 20,4-ə bərabər. Neyniyim? Deməli, bu zaman görəcəyiniz bir məqam var. İndi qayıdırsınız, uşaqlar, qalxırsınız yuxarı. Bu f, baxın, f 24-ə burada müraciət eləyəcəksiniz. Qaldırırsınız yuxarı, müraciət edirsiniz. Nəyidir qarşısındakı? Qarşısındakı hərfə çox diqqətlə fikir verin. F. Müraciət eləyəndə gəlirəm bura. Birinci dəyər x-dir, bu da y-dir. Baxırıq burada. X neçə olacaq uşaqlar? Burada 20-dir. 20-ni 2-yə vuracam, eləyəcək 40. Bərabərdir. Y burada 4-dür. 4-ü çevirəcəm, eləyəcək 12. Aha. İndi burada. Deyir x-lə y-in cəmlə. Mən x-lə y-i cəmləyəndə mənə nə verəcək? Deməli, bu 2, 4 bir gəndə 5. Deməli, bax bura. Return f(x, y)-ə baxın, yəni bura 52-ni qaytarmış olacaq. Şagirdlər, bura 52-ni qaytarıbsa, bu hara bərabər idi y-ə? Deməli, burada 52-ni qaytarmış oldu. Okay. İndi uşaqlar baxın, mən buranı axtarırdım. Buradakı y-in dəyəri də oldu 52. İndi nə edəcəm? 20 ilə 52-nin də cəmi eləyəcək 2, 72. Cavab olacaq 72. Düzdür, bir balaca qarışıq gələ bilər. Amma bir görüm hələ bir irəliləyiş və bir düşünə bildiniz nəsə? Hə, bir uşaqlar, bir görək düşünə bildiniz. Başqasını da yazacağım. Aydın olur. Qarışıq gəlsə bir daha izah edin. Burada yoxsul uşaqlar. Səs eləyin. Başa düşürsünüz bunları? Vacib məqamlarda imtahana düşür. Bəli. Aha. Keçirik növbəti hissəsinə. İndi dediniz, bəli, başa düşdü. İndi sualı verəcəm, siz yazacaqsınız. Bu qalsın yerində, bu qalsın. İndi buranı dəyişirəm yenə də. Bura olsun. Deməli, y indi. Bir balaca proqramı yenə üzərində dəyişiklik eləyəcəm. Görüm indi necə yazacaqsınız. Bu qalsın yerində. İndi buranı da bir balaca dəyişək. Buranı da dəyişək. Qələminizi götürüb həll edəcəksiniz. Bir saniyə mən düzəldim proqramı. Bu qalsın yerində, bu qalsın, bu da qalsın. Deməli, bura qalsın, bu qalsın. Amma buranı dəyişəcəm indi. Buranı tamam silin mən. Buyurun. Dəqiqə bu. Bir yaxınlaşın görüm özünüz bir suala. Görüm yaxınlaşa bilirsiniz. Görün harda səhv edirsiniz. Yaxşı. Baxaq uşaqlar sualı. Bir dəqiqə. Tamam.
Evet, düz olmadı. Tamam. Baxaq uşaqlar. Deməli baxırsınız. Burada yəqin burada vurma qoymuşam, o biraz çox eləyə bilər. Tamam, baxırıq. Deməli, əvvəla bura fikir verirsiniz. İşimiz hələ ki bura ilədir. Baxıram ki, mötərizəni baxın. Ən birinci mötərizənin elə bir daxilinə baxırsınız ki, burada deməli şagirdlər, bura x olacaq. Belə x-in yerində neçə durur? 2 durur, vergül. Burada neçə duracaq? Baxıram ki, 2-ni 2-yə vurmuşam, eləyib 4. Deməli, mənim üçün dəyər nə oldu? F, bax, hələ ki, bax, buradan söhbət gedir ha. Buradan. F, deməli, 2, 4. İndi mən gedib bu F2, 4-ü burada yerinə qoya bilmərəm. Axı, qalxıb harda qoy? F hardadır? F buradadır da yerinə qoyaram burada. Yazıram F2, 4. Deməli, x mənim üçün 2-dir. Y də mənim üçün 4 dəyərini verir. Gəlib burada yerinə qoysaq. X 2-dir. 2-ni 2-yə vuracam 4. Y 4-dür. 4-ü çavuracam eləcək 12. İndi baxıram. Gəlirəm bura düşəndə return görürəm. Return deyir mənə düşüb aldığın qiyməti geriyə qaytarıb verəcəksən fx-y-ə. Baxıram fx-y hansı idi? Baxın bura. Bura mən neçə aldım? Uşaqlar 16 aldım. Deməli indi baxırsınız geriyə qaytarır. Bax bu hissiyə. Baxın indi bir dəqiqə. Ay sildim tamam. Deməli mən bu hissiyə 16-nı almış oldum. Bax 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 bura. 16. İndi gəlirik yoxlayırıq. M x vergül 16. Bir də izah eləyəcəm. Narahat olmayın. X-in dəyərinə baxıram. X burada neçə idi? X neçə almışdı uşaqlar? Hə, X 2 idi deyəsən. Hə də 2 idi. Mən orada neçə? Nəysə. X oldu 2. Gəlib baxırıq bir də. Aha, burada yerinə qoyacağıq. Deməli, gəlirik indi bura. Aha, gələk bura. Bura gələndə nə görürük? Deyir ki, x bərabərdir. Y-in dəyəri neçədir? Bu x-dir, bu da y-dir. 16-nı vurun 5-ə, bu eləyir 80. Sonra gəlirəm bura, deyir y bərabərdir. F, x-in yerinə neçə qoyacam? 80, vergül. Y-in yerində neçə dururdu? 16. 16-nı da 2-yə vuracam, eləyəcək 32. İndi şagirdlər, gedib bax bunu, yenə də yuxarıda tapmaq lazımdır. İndi burada yenə bir işarəni dəyişəcəm, görüm necə yazacaqsınız. Bura yazacağım 80, vergül 32. X, Y. Gəlib burada yerinə yazsam, 80-i 2-yə vursam eləyir 160. Bu 32-ni də 3-ə vursam, bu neçə? 3 dəfə 2-nin 6, 3 dəfə 3-ün 9. Bu deyir 96. 160-dan 96-nın cəmi neçə eləyir? 160-dan 96-nın da cəmi eləyir 6, 15, 256. Deməli, bax, buranın toplamı 256 eləyir. Deməli, bax, elə bura onda neçə eləmiş olur? 256. İndi bizə də ən son cəmi istəyir deyə 250, baxın, x-in dəyəri 80, üzərinə gəl, y-in dəyərində 256 elədik. Gediniz kənarda 256-nın üzərində 80 gələndə eləyir 336 etmiş olur. 336. Buyurun. Kimin sualı var burada? Biraz çətindir. Yəni çətin deməyərəm. Əslində çətindir. Sadəcə gedişatları bir balaca diqqətli olub baxa bilərsiniz burada. İndi gəlin yenə birini verim uşaqlar, dəyişim. Dediyim ki, bu vacib məqamdır. Mən bu tip sualın üzərində həmişə çox dayanıram şagirdlərlə. İndi gəlin belə yazacağam. Buyurun. İndi buna baxın görüm. Bir dəqiqə. Buyurun.
Cavab 137. Kim ala bildi? Bu hissələr Python-ın biraz çətin hissələrdir deyə. Ala bilən var uşaqlar. Evet. Baxın bir daha deyirəm. Əvvəla bura baxırsınız. Öncəniz burada mötərizənin daxili. Yəni daxilinin daxili. Gəlirəm bura. F(x, y)-ə baxıram. Deməli 2 olacaq bu. 4 də olacaq bura. Deməli mən f(x, y)-ə, f(x, y)-in yerinə 2, 4 yazacağım artıq. Aldı bu dəyəri. Gedirəm yuxarıya baxıram ki, mən harda f-i tapmalıyam. Bura qoya bilmərəm. Baxın, burada hesablaya bilməzsiniz. Çünki bu m-dir. F-ə baxıram, f yuxarıdadır. Aha, gətirəm bura yazıram. F 2, 4. X-in dəyəri budur, y-in dəyəri də budur. X bərabərdir. 2-ni qoyursunuz bura. 2 üstə gələ 2, eləyir 4. Sonra 4 üstə gələ 3, eləyir 7. İndi x ilə y-in cəmi 4 idi, bu da 7. Bura neçə eləyəcək? 7 ilə 4-ün cəmi eləyir 11. İndi bu return eləyir. Return öz qiymətini aldı 11-i. 11-i yuxarıya qaldırır, verir. F x, y-ə nə demişdik? F 2, 4. Deməli, F 2, 4-ə aldıq 11. Bu 11-i aldınız F 2, 4-ə. F 2, 4 haraydı uşaqlar? Buraydı. Bura qədər kimin sualı var? Bax, bu hissəyə qədər. Bu hissəyə qədər kiminsə sualı varsa buyursun hələ ki. Yoxsa Aydın. aydınsa davam. İndi diqqətiniz burada olsun. Yenə buranı səliqəyə salım. İndi baxırıq. Deməli uşaqlar biz bax bu hissənin cavabını aldıq. Neçə aldıq? Biz yuxarıdan 11 aldıq. Buranın yerinə bütövlükdə mən 11 almışam. Bax 11-i bura aldım. İndi yazıram. M deyir x virgül 11. X-imin dəyəri burada nədir? 2-dir. İndi bu 2-ni yazacağım bunun yerinə. 2,11. İndi bu 2,11 var. Özdə hardadır bu? M-in dəyəridir. M. M-də gətirib yerinə yazacağım. M 2,11. Bu x-dir, bu da y-dir. İndi baxıram burada. Deməli şagirdlər, bura baxıram ki, deyir y-in dəyərini vur 55-ə. M 5-ə. 11-i 5-ə vuranda eləyir 55. Düşürəm aşağı. F. Uşaqlar, mən burada x-in son dəyərini 55 almışam. Vergül. Y-in heç bir dəyişiklik olmayıb burada. 11 idi 2 vuracam, eləyəcək 22. İndi baxıram uşaqlar. Bura düşəndə, baxın, mən burada x-in dəyərinin 55 olduğunu bilirəm. Ancaq y-i bilmirəm. Çünki y nəyə bərabərdir? Y bərabərdir f 55 22-yə. Mən gedib onu harda? Yuxarıda yerinə qoyub, baxın, yerinə qoyub həll eləməliyəm. Gəlirəm indi onu həll eləməyə. F, baxırsınız ki, f 55 22-ni bilmirsiniz. F gətirirsiniz bura. Bu x-dir, bu da y-dir. Yerinə yazırsınız. 55 üzərinə gəlirəm 2. 57. Düşürəm aşağı. Y 22-dir. 22-nin üstünə neçə gələcəm? 3 gələcəm. Eləyəcək 25. Aha. İndi bura düşəndə return-ü görürəm. Return deyir ki, get 57 ilə 25-i cəmlə. 12, 7 bu deyilir neçə? 82. Deməli baxırsınız. Bax bu f(x, y) bu neçə qaytarıb verəcək? 82-ni. 82 də f 55 22 deyildi uşaqlar. Aha. Deməli bax buranın da yerinə mən aldım 80, neçə idi? 82. O 82 nəyə bərabərdir? Y-ə bərabərdir. Y-in də yerinə gətirib nə yazıram? 82. Ən sonda dəyər deyir ki, x-in y-i cəmlə. 55 ilə 82-ni də cəmləyəndə eləyir 137. Onu da bizim üçün geriyə qaytarır m dəyərinə. Cavab da olacaq 137. Bir balaca dediyim kimi qarşı olsa da uşaqlar dərk edib öyrənməlisiniz. Başqa çıxış yolunuz yoxdur. Kimin sualı var burada? Aydın. İndi birində verəcəm, görüm necə aydın olub indi sizə. Deməli, deyir burada. İndi bir balaca da bunu bir
X, Y belə qalsın. Da qalsın. Bir dəqiqə. Buranı dəyişəcəm indi. İndi bunu yazın görün. İndi uşaqlar, bu suala da baxaq. Mən izah edeyim istəyirsiniz. Bax, bunu yenə deyiz. Bax, burada bir balaca yenə dəyişiklik elədim. Burada M-lər, bir də bunları siləyim. İndi siz baxın görün. Bir siz baxın, sonra mən izah edeyim. Siz tam bunu dərk eləməlisiniz. X vergül Y yazırım. Buyurun. Baxın, daha sonra mən izah edeyim. Öz səhvinizi də, harada səhv elədiyinizi də o zaman görəcəksiniz. Aha. Mən izah edeyim uşaqlar. Gəlin əvvəla proqramımızı yoxlayaq. Bəlkə kimsə alıbsa yoxlasın özü. Cavab eləyir 35. 35 çıxdı cavab. Baxırıq. Baxaq. Əvvəla yenə də gəlirəm bura. X, Y-in yerinə baxıram 2 ilə 4-dür. Deməli, M nə oldu? M 2, 4. Mən bu qiyməti, bu parametri apar, bax, burada yerinə yazmalıyım. Deməli, yazıram bura. Aha. M nə oldu? Bura oldu 2, burada oldu 4. Yazırıq yerinə. İndi baxıram F. X-in yerinə 2, vergül. 2-ni 2-yə vuracam, Y eləyəcək 4. Gəlirəm indi bura. Şagirdlər, mən buranı heç cürə yaza bilmirəm. Nəyə görə? Çünki burada əvvəla mən X-in heç dəyərini, ümumiyyətlə heç buranı bütöv şəkildə heç mən bilmirəm. Bu hissəni mən harda tapmalıyam? Gedib yuxarıda yerinə yazıb tapmalıyam. Deməli, F2, 4-ü yerinə yazıram. Baxın burada. Deməli, yazıram F2, 4. Aşağıya düşürəm, həll edirəm. Bax, buranı həll eləyəcəm. Dəqiqə oxları silim, sizi çaşdırmasın. Tam fikriniz, diqqətiniz burada olsun, çox xahiş edirəm. Deməli, burada x nə olacaq? 2, üstəgəl 2 eləyəcək 4. Y nə eləyəcək? 4, üstəgəl 3 eləyəcək 7. 7, bax, return, bax, buranı burada yazıram. 7 üstə 4 gəlin eləyəcək 11. Bu 11-i baxın, F2, 4 üçün qiyməti verəcək. Uşaqlar, deməli, mən F2, 4-ə 11 aldımsa, deməli, elə buranınca qiyməti nə olacaq artıq? Buranın qiymətini silirəm. Yerinə yazacağım ki 11. Deməli, şagirdlər, mən x üçün yeni bir dəyəri aldım. 11. Buranı silirəm artıq. 11-i aldım. Mötərizəmi açıram, yazıram f. X-im üçün 11-i almışam. Vergül. Y-imiz üçün son dəyər neçə idi? 4. 4-ü 2-yə vuracam, eləyəcək 8. Çünki y-in burada qiyməti hələ ki dəyişməyib. Baxırıq bura. Gedirəm yenə yuxarı. F 11, 8. Deməli, gəlirəm burada yenə yoxlayıram. X bərabərdir 11, üstəgəl 2 eləyir 13. Y bərabərdir 8, üstəgəl 3 eləyir 11.
X plus Y-dir. Özü də return-ü görür. Deməli, bu neçə eləyir? 24 eləyir və bura geri qaytarır. F11 8. F11 8 də eləyir neçə? 24. 24-ü də bax bura geri qaytardı. Bax bura. Deməli, burada Y, baxın, X11 artıq Y-də 24 oldu. Yazıram yerinə. X11 üstə gələk Y-də 24. Cavab deyilir 35. Kimin sualı var burada? Aydındır. Aydın deyirsiniz, yəni yaza bilmirsiniz axı. Necə aydın olur? Aydın deyil deməli. Aydın deyil, yox. Deməli, baxırıq, yenə dəyişirəm proqramı. Çox vacib proqramlarda, yəni bunlara heç, dedim, elə belə yanaşmayın. Çox ciddi proqramlardır bunlar. Məsələn, indi bunları yazacağım bəy. Qəbula düşür, ha, deyim sizə. Demədi, deməyin, deyir, düşür. Deməli, yazıram B. A bərabərdir. Deməli, A üstə gəlir 5. Birini də həll edin, birim ki, həll edə biliriz artıq. B bərabərdir. B üstə gəl 2. Elə bir oturmuş orada istirahət edirsiniz deyəsən. Səssiz göz çıxmır. Deməli, A plus B. Deməli, X üçün verək 3. Y üçün verək, məsələn, 4. Böyük qiymətlərdə vermirəm ki, hesablaya biləsiniz. K bərabərdir F. 2, 3. F olsun X, Y. Buyurun. Bu sadə proqram yazdım. Buyurun. Burada baxın, lokal qlobal dəyişənlərə keçək. On dört. Bəli, 14. Deməli, bu başa düşülür. İç-içə olanda başa, yəni alt-alta olanda sıxıntı olur. Onu da aradan qaldıracaq sizə. Yəni ilk dəfə də işləyirsiniz. Mən yenə də o tip testlərdən yerində yazacağım. İndi uşaqlar toxunacağım bir-iki başqa məqam var. Onlara da toxunum, daha sonra davam edək. İndi uşaqlar yenə deflərdən nə? Hələ ki işimiz ancaq deflər olacaq. Məsələn, bura bir proqram yazıram. Burada bir balaca mənim özümün izahlarım olacaq. Onları mən sizin üçün verim, tam başa düşəsiniz. Məsələn, bir proqram yazım, onun üzərindən daha sonra izah edeyim. Dəqiqə deyirəm, print M olsun. Dəqiqə. Deməli, şagirdlər, bu def funksiyasının özünün başqa bir hissəsi də var ki, ona biz nə deyirik? Yəni, deflərdə nələrə rast gələcəyik? Bu def parametrində, yəni də üzrsən, def funksiyasında biz lokal və qlobal dəyişənlər görəcəyik. Lokal və qlobal dəyişənlər. Qlobal dəyişən. Bunlar nə deməkdir uşaqlar? Dəyişənlər. Bunlar nə demək? Çətin deyil, asandır bundan, narahat olmayın. Lokal və qlobal dəyişənlər. Şagirdlər, yadınızda bir məqamı saxlayın. Defin daxilində verilən, belə deyim, ümumiyyətlə verilən dəyərlərə lokal dəyərlər deyilir. Bax, buradakı M bizim üçün lokal dəyər olacaq. Dediyim kimi, bir də təkrarlayıram. Defin daxilində verilənlər, defin daxilində verilirsə, buna lokal deyəcəyik. Lokal dəyər deyəcəyik. Lokal. Tamam. Burada lokal dəyər M-dir. Yaxşı. Bəs qlobal dəyər nədir? Qlobal dəyişən nədir, uşaqlar? Qlobal dəyişənlər, belə deyək də, F-in daxilində deyil də, F-dən kənarda olanlar.
Kənarda olanlar elə bil ki, F-in çölündə olanlar. Məsələn, F-dən çöldə olan nə var burada? Burada Y var, burada bir K var. Deyirəm ki, burada X, Y-dir, K-dır. Bu dəyişənlər isə qlobal dəyişənlərdir. Qlobal dəyişənlər, belə deyək də, hər zaman defdən kənarda olur. Məsələn, burada bir A bərabər defin üzərində bir 7 olsaydı, o zaman bu da qlobal olardı. Qlobal dəyişənin heç bir zaman qlobal dəyişənə biz defin daxilində rast gəlməyəcəyik. Bu necə kimi sual düşəcək? Proqramı verəcək və orada seçmə suallar olacaq. Məsələn, 3, 4 və s. Deyəcək, məsələn, burada M nədir? Y nədir? K nədir? Belə-belə sual verəcəklər sizə. Hansı ki birini yazıb izah edəcəm yenə də. Deməli burada defin daxilində olanlar lokal dəyərlər olacaq. Defin xaricində olanlar nə görsəniz hər birini olacaq, qlobal dəyişənlər olacaq. Lokal dəyişən, baxın, öz qiymətində nə zaman geri qayıdır? Return olan zaman lokal dəyişən öz qiymətini geri qaytara bilir. Özünüz də bilirdiniz ki, bax, bayaqdan izah edirəm. Orada return olanda neynirdi? Öz qiymətini geriyə qaytarır. Lokal dəyişən öz qiymətini, belə deyək, qlobal dəyişənə geri qaytara bilmə bacarığı var. Amma belə deyək də, yəni ancaq lokal öz dəyərini, belə deyim, geriyə qaytara bilir. Qlobal deyil, lokal öz dəyərini, baxın, burada bayaq yazdıq, burada return olanda buna biz həm də burada əgər return görsək, biz buna funksiya deyəcəyik. Burada return olmayanda, bax, indi mənim bu yazacağım proqramda siz return görmürsünüz. Mən bu proqramı da çalışdıranda görəcəksiniz. Deməli, burada return yoxdur. Return yoxdursa, mən bu proqrama buna, yəni prosedur deyəcəm. Yəni bu dəftərdə iki cür başqa hissə. Biri prosedur var, prosedur. Biri də funksiya. Uşaqlar, funksiya nədir? Tərkibində əgər defin daxilində ümumiyyətlə return varsa, bu funksiyadır. Return yoxdursa buna sadəcə prosedur deyib keçib gedəcəyik. Return yəni qiymət qaytarır, prosedur budur. Prosedur o deməkdir ki, yəni kənara heç bir belə deyək, dəyər geriyə qaytarmır. O deməkdir. Üzülü sayın. Aha. Deməli uşaqlar, bu oldu nə? Return olanda funksiyadır, return olmayanda prosedurdur. Proseduru nə zaman bilirik ki, bu prosedurdur, return yoxdur, o zaman heç bir qiymət geri qaytarmayacaq. İndi gəlin bu proqramı mən çalışdırım. Özünüz də görəcəksiniz. Qiymət qaytarmayacaq, amma burada print yazmışam mən. Baxın, gəlin də bunu silim. Tam başa düşün. Bax, nan çıxartdı. Nan çıxartdı. Yəni, nan nədir uşaqlar? Nan yəni boş çoxluq çıxartdı. Bu riyaziyyatda keçmişsiniz ha uşaqlar. Ümumiyyətlə inanıram ki, yəni görmüsünüz çoxluqlar nəzəriyyəsini keçəndə. O boş çoxluq var ha. Biz onu nan deyəcəyik. Nan deyəcəyik, nan. Hər zaman da böyük hərflə, n hər zaman böyük hərflə yazılır. Əvvəla baxırsınız bura. Bura baxırsınız ki, k bərabər olur nə? F4 olur. F4 gəlir bura. Baxın, hesablama yolunda göstərəm. Bayaq necə yazırdıq? F4 gəlir bura. F4. X olacaq 4. M də olur 4. Uşaqlar, M 4-ü alır almağına. Proqramda heç bir xətamız falan, heç bir şey yoxdur. Sadəcə ekrana heç nə çıxarda bilmir. O yüzden nan çıxır. Nan çıxacaq. Burada return olsaydı, burada ən azından qiymət qaytarardı. İndi baxıram. Deməli, şagirdlər, burada 1. Bu funksiya nədir? Desə 1. Prosedurdur. Prosedurdur. Prosedur. Yəni funksiya deyil. Funksiya, yəni bu hissə nədir? Prosedurdur, yoxsa funksiya? Deyəcəksiniz ki, prosedurdur. Nəyə görə prosedurdur? Çünki bunun returnu yoxdur. Return olanda funksiya olurdu. 2. 2. Burada uşaqlar M nədir? Burada M lokal dəyişəndir. Bax, sual belə düşəcək sizə. Kodiyada da görəcəksiniz, digər vəsaitlərdə də görəcəksiniz. 3 nə olacaq? Uşaqlar, burada 3-də bu Y ilə K var ha. Y, K. Hər ikisi qlobal dəyişən olacaq. Qlobal. Qlobal dəyişən. Bəs yaxşı. Deyirik ki, ekrana, yəni proqram yerinə yetirilən zaman ekrana nə çıxacaq? Deyəcəksiniz ki, boş çoxluqla. Səbəbi də bildiniz ki, çünki burada heç bir return yoxdur. İndi gəlirəm, bura bir return qoyuram.
Aha. İndi baxın. Run eləyəndə görün cavab nə olacaq? Baxın indi cavaba. Cavab oldu neçə? 4. Cavab oldu 4. Peki yeni bir səhifə açın buradan. Aha. Gördü cavabı 4 aldıq. Niyə 4 aldıq? Amma bayaqlar boş çoxluq almışdıq. Səbəbi var. Çünki yenə də deyirəm. K bərabərdir F 4. Baxıram F hardadır? Buradadır. F 4. X bərabər oldu 4. X 4'ü ala düşür bura. M olur 4. M 4'ü düşür bura, return'ü görür 4. Return öz qiymətini nə edəcək? Geriyə qaytaracaq. O zaman return öz qiyməti nə idi? F4. F4'ə verir 4. Cavab da olacaq. Ekrana 4 qiyməti çıxmış olacaq. Deməli baxırıq. İndi desəm ekrana hansı dəyər çap olunur? Deyirsiz ki, müəllimə, bu indi yazıram 1. Bu özü funksiyadır. Funksiyadır. Yenə də 2. M yenə də lokaldır. Yenə də dəfələrlə yazıram ki, yadda qalsın. YK qlobaldır. Qlobal dəyişənlərdir. 4. Ekrana nə çap olunacaq desəm, ekrana çıxacaq neçə? 4 qiyməti ekrana çıxmış olur. Deyin görün, bu lokalda, qlobalda problem var. Kim nə isə başa düşmədiysə qeyd eləsin. İndi bir başqa tip sualda yazacağım. Qiyməti də dəyişim, sadəcə sizdən soruşacağım. Başa düşülür hələ ki? Hə. İndi uşaqlar, burada bir dənə də print yazıram. Printdə yazıram. Print M yazaq bura. İndi uşaqlar, bura baxırsınız. Burada görək neçə dəyər çap olunacaq. İndi ona da baxaq. Məsələn, yenə də buradakı hər bir dəyər, burada istənilən nə qədər hərf olur olsun, uşaqlar, hər bir dediyim kimi, bunların hər biri lokal dəyərlər olacaq, lokallar. Bu kənardakıların da hər biri qlobal olacaq. Yenə də gəlirəm. Deyir ki, K olacaq 4. Yəni, üzrsən, F olacaq 4. F nəyə bərabərdir şagirdlər? K-dır da. Baxın, görürsünüz, ən sonunda K-nı çap edir. Yəni, K bərabərdir F4. Mən gedirəm bu F4'ü tapım ki, gətirim K-ya bərabər eləyim. Gedirəm yuxarıya, qiyməti qaldırır. F4. F4. Deməli, X olacaq 4. Uşaqlar, X 4-dürsə, deməli, M-də 4 olacaq. İndi M4'dür, aldı. Özdə bir sətirdədir, baxın. M4 olanda həm 4'ü çap eləyəcək. Düzdür uşaqlar? Həm 4'ü çap eləyəcək. Baxın, həm ekrana 4'ü çap eləyəcək. Həm də return. Gəlir M-də, M-i alır da. M nədir? M-də 4'dür. Həm də eyni zamanda çap eləməkdən də əlavə F4'də də qiyməti geri qaytarır, 4 qiymətini qaytarır. Deməli, 2 dəfə bizim üçün 4 qiymətini çap eləmiş olacaq. Mən yenə də proqramı çalışdırım. Aha. Baxın şagirdlər, yenə də 2 dəfə baxın 4 qiymətini bizim üçün çap etmiş oldu. Burada kimin sualı var? Yaxşı, mən sual verirəm. Return olanda nə olurdu? Funksiya. Funksiyadır, bəli. Məsələn, burada kənarlarda olanlar nə olurdu? Kənarlarda olanlar, çöl tərəfdə olanlara nə deyirdik? Lokal yoxsa qlobal? Global. Qlobal və daxildə olanlara? Lokal. Aha, lokal. Dediyim kimi bundan da sual düşəcək. İndi özü test işləyəndə görəcəksiniz, definitionları işləyəndə görəcəksiniz ki, həqiqətən sual var imiş. Deməli, uşaqlar, indi bir sual da verirəm sizlər üçün. Məsələn, gəlin də bunu silək, belə bu qalsın. Artıq lokal, qlobal başa düşüldüsə, yenə də keçirəm yenə xüsusi tip sualların izahına. Uşaqlar, bu def necə bir proqram var ümumiyyətlə? Defin bir dənə yolu var. Bu yolu tutsanız, istənilən, yenə deyirəm, istənilən sual tipi qarşınıza çıxsa, o deyir, onu rahat şəkildə həll edə biləcəksiniz. İstənilən sual tipini. Çalışın, bunu indidən üzərinə möhkəm düşün. Yəni, indidən qaldırın bu problemi aradan. İndi bir proqram yazıram yenə də. Mən deyirəm ki, artıq lokaldan, qlobaldan bəsdir. Yəni, onlar əslində lokal, qlobal çox asandır, çətin deyildi o. Orada ciddi bir şey yoxdur. Əsas məsələ, məsələn, gəlirəm bura, yenə yazıram A plus B. Sizlə bərabər ancaq proqram işləyək. Deməli, if A böyükdürmü B-dən? Deyirəm, hə. S bərabərdir, S plus A.
İndi gəlin uşaqlar bunu həll etməyə çalışaq. Bir dəqiqə burada. Aha, indi buyurun buna baxın, sonra mən izah edeyim. Baxaq proqramda sıxıntı yoxdur. Buyurun. Deməli, 21-də 35, 21, 35, 34-də 35-də soruşacağım. Instagram səhifələri var. Mən göndərərəm Bəxtiyar. Sən özündə baxarsan, e, özlərinə yazarsan, cavab verəcəklər. Əsas odur ki, yəni başa düşəsən də onların. Yəni səhvlərini deyəcəm, yazarsan. 7 olur. Aha, indi baxaq. Yeddi, 27. 7 demiştim. Hə, tamam, baxaq görək nə var burada. Print emr. Aha. Ola bilsin ki, nəsə bəlkə. Dəqiq, indi mən izah edeyim. İndi bax, mən izah elədiyəcəm. Baxın görün, kimdən nə qaranlıq qaldı? Tam aradan qaldırsın. Baxıram 2-dir, burada H-dır. Aha, F. Görürsünüz, indi mən H-ın qiymətini ikinci yazmışam. İndi burada H-ın qiymətini birinci verəcəksiniz. Bəlkə burada səhvləyirəmsən. 12. F12. Belə Hə. yazmışdınız. F12. Düzdür? F12 hardadır? Buradadır da. Gəlirsiniz bura. F10,2. Bu A-dır, bu da B-dir. S bərabərdir. A ilə B-nin cəmi. Dəqiqə səliqəli yazın. Neçə edir bu? 12. Deyir burada A. 10 böyükdürmü B-dən? 10 böyükdürmü 2-dən? Deyəcəm ki, hə. Deyir onda S bərabərdir. S ilə A-nın dəyəri. S-in son dəyəri 12-dir. A-nın da dəyəri 10-dur. Bu da eləyir 22. 22. Bura yoxa düşməyəcəm. Bu hər zaman sabitdir. Hər zaman yerinə yetiriləcək. S bərabərdir 22. Üstə gələk 5. Eləyir 27. 27 dəyərini aldıq buradan. Və düşən kimi bax, öz sətrində də return-ü görür. Return öz neçəni qaytaracaq? 27-ni. De görüm harada səhv eləmişdim. Orada başda H-la K-nın yerini səhv olmuş. Hə. İndi birini də verirəm. Tamam, indi birini dəyişirəm. Dərsdəyim çıxanda eləyərəm özüm. Oldu mu? Səs atacağım. Aha. Deməli, gəlin indi yenə də dəyişək. Yenə də dəyişək bunu. Buyurun. İndi istiqamət verəcəm. Davam edeyim. Baxın, şagirdlə bir dəqiqə istiqamət verim. Bura əvvəla bura baxırsınız. Bir foru mən sizin üçün keçmişəm. İndi baxın, burada mən forla defləri bir-birinə qarışdırmışam. Baxırsınız bura. Əvvəla bura baxırsınız. Yəni buranı baxacaqsınız və ilk öncə bura, daha sonra oraya yerinə qoyacaqsınız. Necədir? Məsələn, proqramın gedişatı. Məsələn, burada baxırsınız ki, for i in range. Burada addımlar neçə olacaq deyin görün. 1, 2, 3, 4, 5. Aferin. 1, 2, 3, 4, 5.
Baxırsınız, i alıb 1-i, 2-ni, 3-ü, 4-ü, 5-i və qarşısında durub hi. Hi nədir? Yəni i, bax, mən özüm elə izah edeyim bunu. I gəlib 1-i götürür burada. Olur hi. Uşaqlar, hi-nin nə olduğunu bilirsiniz? Yəni h1-in nə olduğunu bilirik biz. H1 nədir? Desəm bilərsiniz nədir? Mən də bilmirəm. O yüzden neyləmək lazımdır bu H1'i? Gedib yuxarıda tapmaq lazımdırmı? Evet. Bəli, tapmaq lazımdır. Gəlib tapırsınız burada H1. H1 olacaq indi burada nə? A bərabər oldu 1. Düşürəm bura. 1'in kvadratı eləyəcək 1. 1'i alan kimi return. Return 1. 1'i geri qaytarır. H1'in yerinə dəyər nə olacaq? 1. Gəlirəm 2'ni götürürəm. İndi tutacaq söhbəti. H2. H2 nə olacaq indi? Deyin görüm. H2 nə olacaq indi? 4. 4. H3 nə olacaq? 9. H4 nə olacaq? 16. H5 nə olacaq? 25. 25. Vsyo. Cavab oldu 1, 4, 9, 16 və 25. İndi gəlin ekrana da çıxardaq. Görək həqiqətən doğrudurmu? Bəli, baxın. 1, 4, 9, 16, 15. 15 nədir? Üzrsən 25. Baxın 5'in kvadratda 25 yazdıq. Aydındır bu tip sual tipi də. Bəli. Aha. Yəni bu da bir fərqli bir qiymət idi. İndi gəlirəm yenə də. Yenə də. Deməli, yenə yazıram. Dəftərinizi yanınıza qoyun, yaxşı-yaxşı yazın. Yenə suallar hazırlayıb göndərəcəm sizə də. Gələn səfər verəcəm, yoxlayacağım. İndi bu axşam oturub yazacağım hər bir sualları. Deməli, yazıram indi. X olsun deməli. Sadəcə belə sizin üzrə mən yaralı yerinizi bildim ki, siz əsas burada başa düşmədiyiniz məqam bu oldu. Mən bundan yeni işlədim sizə. Buyurun, başlayın görün. Bir dəqiqə vaxt verin. Yazın. Neçə uşaqlar? Dəqiqə. Aha, yazın.
24. Baxaq. Bir daha mən izah edirəm. Uşaqlar diqqətiniz tam burada olsun. Deməli baxırsınız bura. X və Y. Deməli bu neçədir? Bu 2-dir. Bu da 4-dür. Baxıram D. D 2 4. Öncəliyim burada gətirib yerinə qoymaqdır. Baxıram indi bax ki, bu istiqamətdən yazacağam. D 2 4 digərinə qarışmasın. X bərabərdir. Bu da bilirəm ki, bu X-dir, bu da Y-dir. X bərabərdir. F X-in yerinə qoyacağam 2, Y-in yerinə yazacağam 4. İndi şagirdlər, mən burada aşağı düşüb yazanda görürəm ki, F X Y var burada. Mən burada heç X-i bilmirəm. O yüzden mən bu X-i bura gətirib yaza bilmərəm. Axı, gedib yuxarıda F 2 4-ü tapmalıyam. Yazıram indi burada F 2 və 4. Deməli, yenə də X mənim üçün 2-dir. Y mənim üçün 4-dür. X bərabərdir. X-in üzərinə 3 gəl. 2 üzərinə gəlirəm 3. Bax, kim harada səhv eləyibsə sonra deyər. Y bərabərdir. Y-in son dəyəri 4 üstəgəl 2 edir 6. Uşaqlar, baxın, burada return var. 5-in 6-ın cəmi edir 11. Mən bu 11-i bax, F2 4 üçün geri qaytaracağam. Deməli, burada F2 4 neçə aldı? 11 aldı. Gəlirəm növbətiyə baxmağa. Artıq mən bura düşəndə yazıram F. X-in dəyəri 11. Virgül. Aha. Uşaqlar, artıq nəyə yaza bilərəm? Y-in dəyəri də zaten 4-dür burada, olduğu kimi qalıb. İndi gedirəm yuxarıya. Mən belə deyək, X-in dəyərini tapdım burada 11. Ancaq Y-i bilmirəm ki, gedib yuxarıdan tapmaq lazımdır. F 11 və 4. Bu da X-dir, bu da Y-dir. İndi baxıram, deyir ki, X bərabərdir. X-in, yəni 11-in üzərinə get 3-ü gəl. Eləyir 14. Baxın, burada yerinə qoyuram. Y bərabərdir. 4 idi. Üzərinə 2 gələcəm, eləyəcək 6. İndi baxıram, yenə return yazıram. X üstəgəl Y. 14 üzərinə gəl 6. Toplamı neçə eləyəcək? 20. Return geriyə qaytaracaq qiyməti. F11 4-ü də mən 20-ni almış oluram. Burada yazıram 20. İndi deyək ki, uşaqlar, bu neçə idi? Bu da oldu 20. İndi bu ikisinin baxın, bunun cəmi eləyir neçə? 31. Return də geriyə, yəni neçə qaytarır? 31-i artıq qaytarıb vermiş olur. İndi bu suala baxırsınız. Harada səhv eləmişdiniz? Mənə maraqlıdır görüm, harada səhv eləyirsiniz siz? Orada şey Hı hı. 4'ün üstüne 3 gelmiş ama 2 gelmeyi. Yəni xırda bir şeydir. Yox, hə də yəni belə başa düşmür, yəni xırda bir şeydir. Biri var ki, ümumiyyətlə yaxınlaşa bilməyəsiniz suala. O başqa məsələdir. Bir də var ki, toplamada səhv edəndə indi onda hamımız səhv edir, o başqa məsələ. Bir də var ki, ümumiyyətlə oğlum, ümumiyyətlə yaxınlaşa bilməmək suala. O uca başqa məsələdir. Bir tane de yazdılar yoksa. Əlbəttə yazacağam. Sizə mən bilirsiniz nə qədər sual yazacağam hələ bu gecə. Deməli, uşaqlar, bu deflər çox sizə dediyim kimi vacibidir. İndi birində yazıram. Birində yazıram. Çox işləyəcək sizə bu tip suallardan. Beyninizə həkk olacaq. Deməli, yazıram indi funq. Dəqiqə. Bax, belə ifadələrdə görəndə heç zaman, məsələn, bu cürdə olsa, baxın, funq yazmışam indi ki, yəni çalışdığım qədər uşaqlar hər bir hərflərinə toxunuram ki, yəni görəndə ən azından deməyin ki, bunlar hardan düşdüyü yerə, hardan qarşıma çıxdı, ay Allah, belə bir şeylər yox idi axı. Yəni var, sadəcə fərqli-fərqli qiymətlərlə yaza bilər bizim qarşımıza, yazıb çıxara bilər. Yazıram indi if. Bunu da yazın, yenə alt-alta yenə də deflərdən verəcəm. Bir dəqiqə.
Hı hı. Buyurun şagirdlər. Buyurun. Bəli, mənfi 40. Mənfi 40. Belə almışdınız. Ben şey almamışım başa işte. Aha. Bir də izah edirəm. Sevincim yox, başqasının. Akademiya nömrəsi ərzimizlə tanışsın. Deməli, baxaq. İlk öncəliyimiz buradır. Baxırsınız bura. Bu. A, B, C, S. Baxın elə bu budur. A-dır, B-dir, C-dir və S-dir. Deyir ki, A kiçikdir B-dən. Baxın, bu funq elə bunun özüdür. Baxın, bu formaya verib bizim üçün. Deyir, A kiçikdirmi B-dən? Yoxlayıram. 13 kiçikdirmi 3-dən? Deyirəm, yox. Mən artıq bura düşə bilmərəm. Eyni ilə if-dən. Görsə, artıq hər birinə toxundum sizdən uşaqlar. If-dən. Bir dənəsində inşallah növbət dərsdə valilarla toxunacam. O da qəşəng sual tipləridir. Sadəcə hələ ki, bunları tam dərk eləyib. Baxır, görsə iflərləndir. Həmin dediyimiz qayda burada aiddir. Deməli, düşəcəm mən S qoluna. S qolunda nədir? Deyir, B-dən A-nı çıx. B-miz 2-dir. Deyir, çıx 13-ü, vur C-yə. C-miz də 2-dir də. Düzdürmü? 13-dən 2 çıxsam, qalır 11. 11-i də 2-yə vursam, edir 22. Özü də mənfi 22. Düşürəm bura. Sonra deyir ki, uşaqlar, dəqiqə. S-miz neçə oldu bizim? Dəqiqə A, B, C. S-miz İkiden mən... olmuş. Ay Allah. 3-dən. Mən səhv çıxdım. Bir dəqiqə. B neçə idi? Ay uşaqlar, mən B... İkiden çıktı. Siteden çıktı. Estağfurullah. Hə, düzdür. 3-dən 13-ün çıxıram. Qalır neçə? 10. Onu da 20-yə, onu da 2-yə vuranda qalır yorğunluqdan gedir başım. Mənfi 20. Aha, bura oldu mənfi 20. Mənfi 20-ni də neçəyə vuracam? 2-yə. Eləyir mənfi 40. Yox. Mənfi 40-ı geri qaytarmış olacaq. Aydındır uşaqlar bura. Nə idi? Bax bu sualda nə idi sizi çaşdıran ki, siz bunu doğru yaza bilmədiniz? Hə uşaqlar, deyin. Çarşı bağdan beri çıkmışam orada. Hmm. Elsi götürüp ife bak. Hə, elsi götürüb ifə baxmısan ancaq. Yəni o hissələrə Siz diqqətli olun. Yəni həmin qaydalarda, məsələn, bax görürsüz burada heç sadəcə bir dənə definition var, başqa biri yoxdur. İndi mən yenə də bunu yenə də yazırsınız. Yenə də bu biri tipə toxunum, yenə də alt-alta əsas məsələ odur. Odur deyəndə hamısı əsasdır. Sadəcə bir barcala düşünmə tələb eləyən, necə deyimsə, bu da çətin deyil. İnşallah ki, işləyəcəksiniz rahat-rahat. Bu sualda həll eləyək uşaqlar, bu günlük bəsdir. E, Çünki sizə test də tərtib eləyəcəm, yazacağım özüm. Çoxlu-çoxlu proqramlar. Deməli, y bərabərdir, məsələn, buraq olsun 2. Onda y-i də buraq.
Buyurun. Buyurun başlayın. Alınır şagirdlər. Bir dəqiqə. Hı -hı. 105. İnşallah düz olur Şahin, inşallah. 115. Yine səhv elədim. Eş. Bilmirəm. Diqqətsiz deyilsən yəqin. Baxaq. Ən az 105 almısansa deməli çox yaxın gəlmisəndir. Nəyəsə səhv eləmisən ortada, rəqəm falan. Yo, axırda 59 ilə 50 Mhm. altın toplayıb 105 yazmışam. 115 değil. Şükür. Ən azından düz Ən almısan. axırdadır, ən axırdadır. O Ən axırda olacaq ki, ikisinin iqlikdir. cəmidir də elə. Şükür. Bəli, Düzdür. Gör mən tam başa düşürsən artıq. aydındır bəli. Aydındır. Sizə çox işlədəcəm bundan həqiqətən. İndi hazırlayıb yenə göndərəcəm. Yəni bugün göndərməsəm sabah mütləq göndərəcəm də defləri, xüsusilə deflərə vaxt ayıracağam. Heç xüsusilə ki, çox vacib məqamlardır. Uşaqlar, indi bunu mən izah eləyim sizə. Baxıram bura M 2 3. Şahin yazmısansa tam diqqətlə yerdə qulaq as. M 2 3. M 2 3. Deməli baxıram M hardadır? Burdadır. Bir xəttimi çək. Sizin dost orada sizə vərəq də verirlər, dəftər də şey verirlər də, yəni annem kağız verirlər yazmağa. M 2 3. Deməli bu mənim üçün x-dir, bu y-dir öncəliyim. X bərabərdir F. Baxıram ki, x yazıb bura 2, vergül. Y-in də qiyməti nədir? 5.
Mən baxıram ki, yəni mən heç cürə y-i qaytara bilmirəm də, yəni burada. Nə etməliyəm? Gedib bu 2 5-i tapmalıyam da bu yuxarıdan. Bu x-dir, bu da y-dir. İndi gəlirəm x bərabərdir. 2 üzərinə gəlirəm. Y-in qiyməti 5. 5-i 2 vuracam eləcək 10, bu eləcək 12. Y-i gəlin qaytaraq indi. 5 budur, 5-i 2 vuracam eləcək 10. İndi return-ü görür. Return deyir ki, get x-in y-in cəmlə. Neçə eləcək bu? 10, 10, 22. 22-ni geri qaytardı. Hara qaytardı? F2 5-ə. Gətirəm, yazıram bura 22-ni. Ayala. Gəlir indi bura yazmağa. Y bərabərdir. Y-in son dəyəri. Burada neçə idi? Y-imiz 5. Buradan söhbət gedir ha. 5. Vergül. X-ə neçə almışam? 22-ni. 22-ni 2-yə vuranda eləyəcək 44. Mən heç bunu da bilmirəm. Gedirəm yuxarıdan bunu tapmağa. 5 vergül 44. F-dir. X-dir, Y-dir. Yenə yazıram. X bərabərdir. 5-in üzərinə gələcəm. 44-ü bir dəqiqə vurmalıyıq 2-yə. Bu neçə eləyir? 88. 80, 93-də, düzdürmü? Y Səhv var bərabər. getdi deyəsən. Səhv elədik burada, yoxsa necə? 5 deyil, 3 deyil. Bu, baxım görüm, haradadır? 5 deyil bu. Yemək Hə, 3-dür. 5 yazdım. 3-ü 5 yaz. Ay Allah, 3 yazmışam, burada 5 eləmişim. Vay vay, burada da elədim. Necə yazmışamsa 3 elə yazmışam, 5 görürəm bayaqdan onu mən. Tamam, burada səhv gedəcək. Həttimiz qəşəng deyil. Deməli, M2 3-dür. Gələk də elə 5 ilə hesablayıb gedərdik, nəysə. Deməli, burada nə olacaq? F2, 3. Qaydıram yuxarı. F2, 3. X bərabərdir. 2 üzərinə gəl 6 eləyir 8. Y neçə eləyir? 3, 2, 6. Cəmi neçə eləyir? 14. 14. X oldu 14. Gəlirəm Y-ə baxıram. Y-imizin qiyməti neçədir? 3 ilə yazıram. 3 vergül 2 dəfə 2 eləyir 4. Gedirəm yuxarıya. F, 3, 4. X-dir, Y-dir. Tamam. X bərabərdir. 3 üstə gələk. 4, 2, 8 eləyir 11. Y neçədir? Y-in dəyəri 4-ü 2 vuracam 8. Bundan cəmi eləyir 19. Deməli, burada elədi neçə? 19. 19. Sonra nə deyir bizə? Burada nə oldu? Dəqiqə. F, X, Y. Sonra. Vay vay. 14-ü 2-yə vurmalıyam. 28 yazmalıyam bura. Dəhşət yorulmuşam. Həqiqətən. Dəhşət. Deməli, X bərabərdir. F. Y 14. X neçədir? Bir dəqiqə, X hardadır burada? Bu X-dir, bu da Y-dir da. Elə deyil. X-in qiyməti 14-dür. Yazdıq bura 14. Y-in qiyməti 3-dür burada. Ay Allah. Şahin, sənə dedim, özüm başıma gəldi. Deyir, gülmə qonşuya gəlir başına. Aha, baxaq indi. Deməli, burada E-mə neçə verdik? 2 və 3. Gələk bura. Bu neçədir? Bu X-dir, bu da Y-dir. Qoyun başqa rəhlə yazım. Göy mənə düşmədi, nəsə. Aha. X olur 2, Y də olur 3. Gətirib yazırıq burada. X bərabərdir F. Tamam. 2 nə idi bu? 2, bu da 3. Gedib yuxarıda tapdıq. Neçə elədi bu? Geç burada hesablamıram artıq. Deməli, 2 üzərinə gəl. 3-ü 2-yə vuracam, eləcək 6, 8 elədi. 3-ü də 2-yə vurduq, 6. Üzərini cəmi elədi 14. Bir dəqiqə, 14 eləyirmi? Hə, F2, 3 bizə 14 qaytardı. Düşürəm aşağı, deyir Y. Y-imiz neçə idi? Y neçə yazdıq burada? 3 idi. Vergül, X-imiz də 14. 14, 2 vuracam, eləcək 28. Gəlirəm kənarda. Kənarda 3 ilə 28-i tapıram. F3 vergül 28. X bərabərdir. 3 üstə gəl. 28-i vurursunuz 2-yə. 3 üstə gələ. 8 dəfə 2, 16, 2 dəfə 56. Bu eləyir 59. Y də bərabərdir. Y-in son dəyəri. 28-i də vururam 2-yə. 8 dəfə 2, 16, 2 dəfə 2, 4, yəqin düz olar. İndi 59 ilə uşaqlar 59 ilə 56-ını toplayanda neçə eləyir? Deyin görək. Onu da qaytaraq. 20. Neçə?
115. 56 ilə top. Hə, bir dəqiqə. 115. Düzdür, 115. Şükür. 115. Uşaqlar, bugünlük bu qədər. Deməli, mən sizə test nə verəcəm? Bir dəqiqə. Dimdən harda qalmışıq sizlə bir saniyə. Dimdən test vermişdim uşaqlar evə. Python'dan. Ha, Buranı işləmişik. Buranı işləmişik. Sözüm yox. Bura işlənir. Deməli, bir dəqiqə. dövrləri vermişdir. Dövrləri vermişəm. Oldu. Onda sabahlarım. Yox, sabah dərsimiz var. Yox. Nə vaxt dərsimiz? Nəysə, növbəti dərsimiz nə zamandırsa sizin qrupa. Dövrə baxacağam. Açıq suallara da bir gün vaxt təyin edəcəm. Əlavə kimi salacağım açıq suallarda. İnşallah 5-ci gündə falan alsa. Ancaq sırf açıq suallara baxacağım. O heç. Ancaq siz hələ yazacaqsınız. Deməli, dövrləri, vaillə olanı. Bitirmisiniz ümumiyyətlə. Vaili yazıb bitirmisiniz. Axırdan biraz qaldı. Biraz qalsa deməli yazmısınız. Vaili bitirirsiniz. 2-3'ü 3'ü qalıb yəqin. Keçirsiniz. Bir dəqiqə. Vaildən başqa for dövrlərindən var. Ayrıca yoxsa qarışıqdırmı burada? Burada qarışıq verib. Hə, dövrlərin ikisini birləşdirib verib. Vaillə forun ikisini birləşdirib verib. Ümumiyyətlə bir dəqiqə. Aha. Hələ ki siz açıqlara baxmırsınız. Aha. Keçirsiniz. Sətirlər. Funksiyanı götürürsünüz. Keçmişik bunları da. Gələn səfər hər ikisini ancaq Python-a baxacağam. Aha. Defləri də verib artıq içində. Baxın uşaqlar. Bu definition da var. Baxın. Deməli, götürürdünüz. Vaili kimin nəyi qalıbsa borcu qalsın, yekunlaşdırsın. Burada bir dənə sual tipi var. Onu götürürsünüz. Sətir və onlar üzərində əməllər. Yəni funksiyalara. Funksiyalarda artıq keçmişəm. Dünəndən bu yana danışırıq artıq bundan. Burada bircə dəqiqə. Bu tip suallar çox önəmlidir. 9 tipli suallara diqqət yetirirsiniz. Özün bax görürsünüz vaillə var. Yazırsınız. Definitionlar. Bir də defləri götürürsünüz buradan. Koderaya hələ ki baxmırsınız. Oldu mu? Bura qədər. Cəmi 49 test və sizin əlinizdə bu 49 dənə test heç nədir. Deflərin də bundan da çətinlərini yazdıq. Yenə də deflərdən xüsusi testlər hazırlayacağım bugün inşallah. Onları da göndərəcəm. Oldu mu uşaqlar? Bugünlük bu qədər. Mənə sualınız, təklifiniz varsa buyurun. Yoxdur. Allah yaxşı. Gecəniz xeyirlə qalsın uşaqlar.